Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Salam İşki Xəbər Info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. Hər zaman biz bölgələrdə elzam olunanda ilk öncədən biz şəhidlərimizin adına salınmış xiyabanlarda abidə komplekslərini ziyarət edir və onlardan reportajlar hazırlayırıq. İndi də çəkiliş qrupumuz Neftçala rayon şəhidlər kompleksindədir. İndi isə gəlin abidəni, kompleksi, şəhidlərimizi yad edək. Olub. Bəli. Onların bir neçəsi veterandır, bir neçəsi qazidir, 4-cə şəhiddir. Görürsünüz, bir məktəbdə, bir sinifdə necə oğullarımız, igidlərimiz, qəhrəmanlarımız təhsil alıb və şəhidlik zirvəsinə qədər yüksəlib. Neftçalanın 4 milli qəhrəmanı, yəni 3 milli qəhrəmanı, bir də ki, vətən müharibəsi qəhrəmanıdır. O Zakir Məcidov bəyaqları mən söylədim. Güclü o, belə deyə vertolyotçu olub. Yəni, düşmən mövqüsünü vuran, təyyarəçi olub da. Məmməd Oxan oğlandır. O da 95-ci ildə şəhid oldu. Ateşkəs dövründə oldu. Milli qəhrəman adı aldı. İmanov Samitli Qulağoğlu. O da aprel döyüşlərinin aprel 2014-cü ilin aprel döyüşlərinin milli qəhrəmanıdır. İsmailov Camal Vidadoğlu da ki 2020 44 günlük müharibəsi qəhrəmanıdır. Deməli, Zakir Məcidovdur, İmanov Samitli, İsmailov Camal. Bunlar üçü də Neftçala rayonunun Həsənabad qəsəbəsidir. Eyni kətdəndir. Eyni kətdədir, qəsəbədir olur. Başa düşdüm. Oradan. Bəli, hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi tanımalı. Qan yaddaşımız heç vaxt silinməz. Düşmənimizin kim olmasını unutmayacağıq. Biz bir millətin üzərində yaşadığı torpaq parçasına vətən deyirik. Vətən sadəcə bir torpaq parçası deyil. Millətin namusu, qüruru, anacıqlıdır. Azadlıq bir sözlə hər şeydir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin vətən torpağıdır. Vətən uğrunda ölən varsa, vətəndir. Bəli, Allah rəhmət etsin. Şəhidlə bir yerdə böyümüşük. Elə sonra ki, məzuniyyətə bıraxırdılar o vaxtda 3 günlük. O içkin düşdü. Mübarəskərov. Bəli. Bir yerdə oldu, bir yerdə çörək yudur, Neftçalada rayonunda. Mən də gəlmişdim məzuniyyətə, o da 3 günlüyə bıraxırdı. O bir gün məndən qabaq getdi, o gedən getdi. İçkin düşdü. Bəli, Əsgərov Samitli o kapitanın evində oldu. Gül kimi gözəl, nur üzlü, cənnət qoxulu şəhidlərimiz. Allah sizə rəhmət etsin. Bizim can və qan borcumuz ancaq Azərbaycan şəhidlərinə və qazilərinə. Bu qələbənin bir sahibi var, bir ünvanı var. Azərbaycan xalqı, onun bağrından qopan Azərbaycanın milli ordusu başqa kimsənin ünvanında deyil bu qələbə. Bu qələbənin şəriki yoxdur. Xalqımızın xalqdır, milli ordumuzdur. Əşki, bunlardan nə gözləyirsən? Bunlar gedib torpaq alacaqlar. Bunlar. O uşaqlar getdi. Aldı. O bayraqları onlar qaldırdılar. Bəzən deyilər ki, bu müəllimlərə, bunlar nə öyrədirlər bu uşaq? O müəllimlərin tərbiyə verdiyi uşaqlar idilər, getdilər. O vətən üçün şəhid oldular və qazi oldular. Əlini, qolunu, gözünü itirdi. Amma vətən... Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz.
azadlık odunda yanan oldunuz. Keçi yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Sizi şehitler. Dünyanın Bəli, hörmətli izləyicilər, bu dəfə çəkiliş qrupumuz Neftçala rayonunda oldu. Bu rayondaki Şəhidlər Xiyabanını, Şəhidlər Abidə kompleksini ziyarət etdik. Şəhid ailələri evlərində olduq. Onların ailələri ilə yaxından tanış olduq. Bizki Xəbər Info və Inform Xəbər TV'nin baş direktoru Azə Xudayaroğlu, müxbir Şəlalə Cəfər qızı, informatorlar İlahə Salih qızı və İlxan Hüseynoğlu. Neftçala.